Ya Allah, gedək. Deməli, toplu ikinci hissə 110-dan sonra üçbucağın sahəsi. Baxaq görək nədir. Deməli, 111 mişlərəmə uşaqlar, yoxsa 113 mü? 113. 113 belədir. Tərəfləri 13, 15 və 4 olan üçbucağın medianlarının kəsişmə nöqtəsindən kiçik tərəfinə qədər məsafəni tapın. Medianlarının kəsişmə nöqtəsindən maraqlıdır. Bax, bu 15, bu 13, bu da 4. Medianların kəsişmə nöqtəsindən kiçik tərəfinə qədər məsafəni tapın. Tapaq da, burada ilk ağlıma gələn budur ki, Heron düsturuna görə sahəni tapırıq. Sonra medianların kəsişmə nöqtəsinə görə 6 bərabər hissəyə bölür, oradan tapa bilər. Heç nə, başqa ağlıma bir şey gəlmədi. Gəlin, indi sahəsini Herona görə tapaq. Heron düsturu P, P çıxaq A, P çıxaq B. Ola bilsin qısa yollar, bu dəqiqə ağlıma bir şey gəlmədi. Deməli, onda P nədir? P bərabərdir A üstə gələk, B üstə gələk, C bölək 2. Yəni, 13 üstə gələk, 15 üstə gələk, 4 bölək 2. 28, 32, 16 mı elədir? 16. S də bərabərdir. 16 vuraq. 16 çıxaq 15 vuraq. 16 çıxaq 13 vuraq. 16 çıxaq 4. Bu da bərabərdir. Kök altında 16 vuraq 1. Bu heç. Vuraq 3 vuraq 12. Düzdürmü? 16-dan çıxır 4. 3 vuraq 12-dən də 6. Sahə 24 elə düşər. 24. 24 isə medianlar bilirsiniz ki, üçbucağın sahəsini 6 bərabər sahəli üçbucağa bölür. Onda deməli, hər biri 4, 4, 4, 4, 4-dür, düzdür? Bax, bu ikisi neçə eləyir onda bir yerdə? Bax, bu ikisi bir yerdə eləyir 8, düzdür? Hansı tərəfə qədər dedik? Kiçik, 4-ə qədər. Bax, buranı baxırıq. 8 elədim bura, bax, bu ştrixlədiyim yer. Bu tərəfdə 4-dürmü? Bu 8-i tapmaq üçün buranın sahəsi. Buradan hündürü yendiririk. Balaca hündürü həmin məsafəni soruşur. 4 vuraq x bölək 2 bərabərdir 8-dir. X da bərabər 4 mi elədir? Cavab 4-dür. Düzdürmü? Yaxşı. Keçirik indi. 114-ün düsturunu vermişəm da yadınızdadır. 114-də R bərabərdir. Sürətində 2S, məxrəcində isə A üstə gələk B çıxaq C. C də həmin o toxunduğu tərəfdir. 115'ə baxaq. 115 belədir. Deyir ki, katetləri 10 olan bərabər yanlı düzbucaqlı üçbucağın xarici oblastında tərəfləri üzərində kvadratlar qurulmuşdur. Yaxşı, katetləri neçə olan? 10 olan. Bərabər yanlı düzbucaqlı üçbucaq çəkirik. 10 budur, 10 budur. Aydın məsələ ki, 10 kök altda 2 də bu olacaq da. Deyir ki, bərabər yanlı üçbucağın xarici oblastında tərəflər üzərində kvadratlar qurulur. Quraq görək nə alınır. Burada da o cümlədən bir kvadrat da burada. O cümlədən burada da biri bölür. Yaxşı. Deyir ki, təpə nöqtələri həmin kvadratların simmetriya mərkəzində yerləşən üçbucağın sahəsini tapın. Maraqlıdır. Simmetriya mərkəzi kvadratların diaqonalların kəsişmə nöqtəsi. Bax, biri budur. Sonra biri budur. Bax, biri də bura olmalıdır. Bax, bu üçbucağın nəyini tapmaq lazımdır? Sahəsini tapmaq. Bax, bu gördüyümüz üçbucaqdan söhbət gedir uşaqlar. Deməli, indi başlayaq. Əvvəla, 10-10 bunlardır, düzdür? 10 bu tərəflərdir, hamısı. Burada 10 kökdə 2-dir. 10 kökdə 2, 10 kökdə 2. Bax, biz bu üçbucağın sahəsini tapmalıyıq. Birinci bu tərəfə baxırıq. Görürsünüzmü? Buranın diaqonalı, balaca kvadratın diaqonalı 10 kökdə 2-dir. Burada 5 kökdə 2, 5 kökdə 2. Deməli, bura oldu 10 kökdə 2. 10 kök altda 2. Bunu yadda saxlayaq. Bir də bizə bu hündürlük lazımdır. Bax, bu hündürlük. Düzdürmü? Bax, bu hündürlükdə. Gördüyünüz fikir verirsinizsə, bu da 10 kökdə 2 olacaq, səhv eləmirəm. 10 bura, 10 bura, düzdürmü? 10 da bura,
10/2 də bu hündürü yedir. Heç nə tapaq da görək düz gəlirmi? S bərabərdir 10/2 vuraq 10/2 bölək 2. Bu da ki 100'dür müsahə. İndi qoy bir də izah eləyim 100'dən sonra. Bax, hündürlük. Fikir verin. Söhbət bu üç bucağı idi da 10. Bərabəryanın düz bucaqlı üç bucaqdır. Bərabəryanın düz bucaqlı üç bucaq. Bax, burada kvadrat, məsələn, tərəf 10/2 olduğu üçün diaqonalı 20 olur. 20. Deməli, bura 10. Yəni, burada da bir kvadrat əmələ gəlir uşaqlar. Burada da bir kvadrat əmələ gəlir. Bu da elə kvadratın diaqonalı olur. Yaxşı, 117'yə baxaq. Görək 117'də nədir? Uyğunlaşdırmadır. Belə bir şəkil çəkib. Bucağın daxilinə. Buradan bir daxilə çəkilmiş. Bura A'dır, B'dir, C'dir. Bu da düz bucaqlı üç bucaqdır. İndi deyir uyğunluğu müəyyən edib sahəsi S olan düz bucaqlı üç bucağın daxilinə kiçik radiuslu çevrə çəkilmişdir. Uyğunluğu müəyyən edib. Birincisi belədir. AC bərabərdir 5, BC bərabərdir 12. İkincisi belədir. AC bərabərdir 4, AB bərabərdir 5'dir. Üçüncüsü belədir. AC bərabərdir 12, BC bərabərdir 16. Bizdən də eğri və E'si soruşur da. Əvvəla başlayaq buradan, birincidən. AC hasıdır? Bura 5, bura 12, bura 13'dür. Eğri tapmaq üçün bilirsiniz ki, belədir eğrin düsturu. A üstə gələk B çıxaq C bölək 2. Bu ikisini toplayırıq. Elədi 17 çıxaq 13 bölək 2-dəki 2 bunun radiusu elədi. Sahəni də tapıram. Sahəsi də nədir? 5 vuraq 12 bölək 2 30'dur. S də bərabərdir 30. Bunları yadda saxlayaq, keçək o birisinə. İndi ikinci hal. AC 4'dür. AB 5'dir. Burada 3'dür. Eğri tapaq. 4 üstə gələk 3 çıxaq 5 bölək 2 1 eləyir. Eğri bərabərdir 1. Sahə isə 4 vuraq 3 bölək 2 6'dır. S də bərabərdir 6. Üçüncüyə keçək. Bunu tapdıq. Üçüncüdə deyir ki, AC 12'dir. Bura 12'dir. BC də 16'dır. Deməli, 20 də buradır. İndi toplayırıq. AC üstə gələk, bax, A üstə gələk B. 28 çıxaq 20 bölək 2. 4 elədi. 4. Buradakı 8'i vurun 12'yə 80, 96. S bərabər 96. Variantları deyin görüm. 1, 2, 3'ü mən buranı silənə qədər. Ha? AD, 1'ə AD, S'yə, 3'ə də B. Yaxşı. Keçək 119'a uşaqlar. 119. Görək burada nə var. 119 da uyğunlaşdırmadır. Mediandır, təmböləndir, belə bir şeylər yazıb. Çəkə şəkli. Belə bir şəkil çəkilib. A'dır, B'dir, C'dir. Buradan da bir D'dir. İndi birincidə yazıq. BD mediandır. Median. İkincidə yazıb ki, BD təmböləndir. Üçüncüsündə də yazır ki, BD hündürlükdür. Baxaq görək nədir bu. Median olanda nə olur ki? 1, 2, 3. 1, 2, 3. Yazır ki, SABD'nin SBDS'yə nisbəti. BDS'yə nisbəti. AB'nin BS'yə nisbəti. Bu təmbölən olanda olur uşaqlar. A variantı. Niyə? Niyə təmbölən olanda? Çünki bu tərəfin bu tərəfə nisbəti bu hissənin bu hissəyə. Bu tərəfin bu tərəfə nisbəti.
Bu sahənin bu sahəyə nisbət də bu hissənin bu hissəyə nisbətidir. Ona görə olur. Yaxşı, keçirik. İkincidə SABD bərabərdir 2/1 ABC. Bu median olanda olur uşaqlar B. Median hansıdır? B birincisidir. Niyə? Çünki median olanda sahəni 2 bərabər sahəli üçbucağa bölür. C-də yazır ki, SABC bərabər 2BDC-yə. Bu da median olanda olur. Böyük üçbucağın sahəsi 2 bunu boydadır. Mən 120 baxdım. Hə, C-yə baxaq da. AC bərabərdir. Siz nəzarət edin. Mən çünki AC bərabər 2AD-yə. Bu da median olanda olur. C deməli birinciyədir. Sonra SABD ABD bərabər AD vuraq BD. Bu hündürlük olanda olur. D. Hündürlük də 3-dür. Və ABD-nin BDC-yə nisbəti. ABD-nin BDC-yə nisbəti. AC-nin kvadratı belə bir şey yoxdur. Belə bir şey yoxdur. Bir baxın cavaba görün, doğrudan da ola bilsin ki, ha? Elədirmi? Hə. 120 də belə getdi. Baxaq görək 121-də nədir? Hə, şükür, uyğunlaşdırmadan canımız qutardı. Silim qoy təmiz, açıq suallara keçək. Uyğunlaşdırma çox enerji aparır. Bütün enerjisini ona sərf edir. Məcbursan bir neçə istiqamətdə düşünməyə. 121-ə baxaq, görək 121-də nədir? Uşaqlar, 121-də deyir ki, ABC üçbucağında, bax, üçbucağı da çəkirəm. Belə bir üçbucaqdır. Burada bir dənə kvadrat çəkib. Burada da birini Pifagorun görü çatlasın. Hansı Pifagorun elədikləridir. Bura N, A, bura C, bura M, bura B, burada D, burada Y. Burada S bərabərdir 81'dir. Burada S bərabərdir 144'dür. Deyir ki, ABC üçbucağının C bucağı 90 dərəcədir. Burada. AC və BC kvadratların sahələri uyğun 81 katetlərin cəmini tapın. Bu neçədir? 9. Bu neçədir? 12. Tapın da. 9 da gələk 12. 2 saat heç çəkdiyimiz şəkilə dəyməzdir. 21'dir. Keçək 123'ə. Görək 123'də nədir uşaqlar? ABC düzbucaqlı üçbucağında yenə çəkirik həmin şəkildən. Birində çəkək. Deyirəm də bunun hamısı Pifagor günahlarıdır ki, o vaxtı gedib ovçuluqdan zaddan eləyib özünü saxlamayıb bitər. Biz də zülmə düşmüşük indi. Deməli, yenə həmin şəkildir. M-dir, C-dir, A-dır, B-dir, N-dir, D-dir, Y-dir. Burada S bərabərdir 36'dır. Burada S bərabərdir 49'dur. Deyir ki, səbirli ol görək. Üçbucağın sahəsini, düzbucaqlı üçbucaqdır. Bura neçədir? Bura 7'dir. Bura da 6'dır. Onda S bərabərdir. Katetləri hasilinin yarısı. Bölək 2, 21'dir maşallah. 125'ə baxaq görək bu nədir? 125. 125'də düzbucaqlıdır. Bir dənə. Siz də çəkin görək. Sonra bir dənə belə bir təm bölən çəkir. A, B, C, D. Bura 7. Təm böləni də burayla birləşdirir. Bu bir təpəsindən. A-yı 13'dür. B-C 12'dir. B-yə təm bölən olarsa S-A-B-Y-ni tapmaq lazımdır. Görək nədir? Belənləri yazaq. A-y hasıydı. Bura 13'dür. B-C də 12'dir. Hanı B-C? Burada 12'dir. 12 olanda. Başala fikir verin. 12'dir. Təm bölən də 45-45'dir də. 45 bura, 45 bura, 45 bura. Deməli, burada 12'dir. Düzdür? Bura 12'dir. Bax, burada 5'dir. Düzdürmü? Aşağı neçə olur onda? 17. Bəs bura neçədir? 12.
ABY-ni soruşmurmu? Bərabərdir. 2-də 1 vuraq 12 vuraq 17. O da 6 vuraq 17. 60, 42, 102 eləməli. Elədir manigar. 127-yə baxaq. Dünyanın ən təhlükəsiz işidir riyaziyyatla məşğul olmaq. Heç kəs səni gəlib misal elədiyinə görə qanamayacaq. Bircə IŞİDçilərdən başqa. Əfqanistanda riyaziyyat qadağan oldu. Qalan hamı riyaziyyatla razıdır. 127. Hə, burada da bir yakışıqlı şəkil çəkib, görək nədir? Deməli, bərabər tərəfli üçbucaqdır. Bu belə. Sonra bu SABC-dir. ABC. SABC uşaqlar deyir ki, 25 kök altında 3'dür. Sağ olun. AD DC-yə bərabər. Bir dənə bir düzbucaqlı üçbucaq çəkiblər buradan. Yəqin ki, bu da bərabər yanlı düzbucaqlı üçbucaq. Biraz daha real çəkək də. Bu da düzbucaqlıdır D. İndi nədir? Deyir ki, AD də perpendikulyardır DC-yə. AD üstə gələk DC bərabər də 14 olarsa, ADC üçbucağının sahəsini tapın. SADC-ni. Nəyə bərabər? ABC bərabər tərəfli üçbucağında. Yaxşı, bunu bildik. Sahəsi, üçbucağın sahəsi 25 kök altında 3'dür. AD ilə DC-nin cəmi də perpendikulyarıq başqa variantda ola bilər. AD DC-yə ADC üçbucağının. Bu yəqin ki, bir-birinə bərabərdir ki, bu bərabərlik verir də, yoxsa başqa cür alınır mı elə? AD DC-yə perpendikulyar, AD ilə DC-nin cəmi. Bu bərabərliyi verməli idi. AD-nin DC-yə bərabər olduğunu verməli idi. Bərabər olmadan da biz şey eləyək. Yaxşı, baxaq da. 25 kök altında 3'dürsə, onda bu A kvadratı kök altında 3 bölək 4 bərabər 25 kök altında 3. Bununla bu getdi. A kvadratı 100'dür. A bərabər də 10'dur. Bura 10'dur. 10. Düzdürmü? 6 ilə 8, hə, düzdür. Biz belə tapırıq. Bura x-dır. Burada 14 çıxaq x-dır. Hə. Çünki mən bərabərlik olsa ona görə fikirləşirəm. Bu ancaq o zaman olurdu ki, x kvadrat üstə gələk 14 çıxaq x-in kvadratı 10 eləsən, onda x bərabər neçə eləyir x? Biri 6-dır, biri də 8-dir də. 14 çıxaq x da bərabər 8. 6 8-dirsə SADC də 6 vuraq 8 bölək 2-dir, 24 eləyir. Deyirəm, din belə səhv eləməz, 24 düzdür mü? Hə, yaxşı, keçək. 29 eləyək. Bu sonuncu olacaq yəqin ki, bugün üçün. Bilirəm, siz tələsirsiniz, bəziləriniz tarixə, bəziləriniz biologiyaya. Uça-uça gedəcəksiniz bu saat. 129 nətərdir? 129 belədir. Tərəfi 4 olan eyni ölçülü 2 bərabər tərəfli üçbucağın oturacaqları bir düz xətt üzərindədir, bildik. Üçbucağın orta nöqtələrdir. Hə, təxminən belə bir şeydir. Bərabər tərəfli deyir elə. Bax, bu bir bərabər tərəfli üçbucaq uşaqlar. Bu birisi də bir dənə bərabər tərəfli üçbucaq da budur. Belə. Yox. Biraz paralel yaxşı çəkmədim. Biri də buradır. Fərz eləyək. İndi bura O-dur dostlar. Bura N-dir, bura K-dır. Burada bir çoxlu ştrix çəkib. Tərəfi 4 olan 2 eyni ölçülü bərabər tərəfli üçbucağın oturacaqları bir düz xətt üzərindədir. N və K nöqtələri üçbucağın oturacaqlarının orta nöqtələridir. Yəni burada 2-dir də. Burada 2-dir, burada 2-dir. Tərəf 4 daxı. NOK üçbucağının sahəsini tapın. NOK. Paralellik zad içinə verməyib də. N və K nöqtələri isə bu üçbucağın orta nöqtələridir. NOK-nın O da orta nöqtəsi olduğunu demir. Qoy baxaq bir də. Biraz şübhəlidir burada.
bir düz xətt üzərindədir. Bir düz xətt üzərində olanda məcbur bunlar bir-birinə paralel olmalıdır. Çünki bura 60 dərəcə olanda bura da 60 dərəcədir. Deməli, bunlar paraleldir. Paralel olanda bura da 2-dir, bura da 2-dir. Çünki orta xətt olur axı. Fales teoreminə görə burada bərabər parçalara ayrılırsa, deməli, bu biri tərəf üzərində də bərabər orta xətt olur. Orta xətt olanda burada 2-dir. Və salam. Onda S bərabərdir A kvadratı kök altda 3 bölək 4, yəni 2-nin kvadratda 4 kök altda 3 bölək 4, kökdə 3 var mı? Ancaq. Elə bu qədər növbəti görüşlərə qədər.